Bir vətəndaş maraqlı sual verir ki, ev nikahdan əvvəl alınıb, MTK ilə müqavilə var. Lakin kupça, yəni çıxarış nikah dövründə alınıb. Bu halda bu əmlak ər-arvadın birgə mülkiyyəti hesab olunurmu? Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah dövründə ər-arvadın aldıqları əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Əgər əmlak nikahdan öncə əldə edilibsə, onun hansı dövrdə rəsmiləşdirilməsindən, yəni kupça alınmasından asılı olmayaraq əldə edən şəxsin şəxsi mülkiyyəti sayılır. Çıxarışın, kupçanın nikah dövründə əldə edilməsi həmin əmlakın birgə mülkiyyət hesab olunması üçün əsas deyil. Məhkəmə təcrübəsində adətən məhkəmələr belə qərar verir ki, əgər şəxs nikahdan öncə MTK ilə müqavilə imzalayıb və mənzilin tam pulunu ödəyibsə, bu onun şəxsi mülkiyyəti sayılır. Əgər nikahdan sonra, yəni nikah dövründə həmin mənzil üçün ödənişlər davam edibsə, o zaman nikah dövründə mənzilə, evə görə ödənilmiş pul birgə mülkiyyət hesab oluna bilər. Yəni ev üçün nikahdan sonra, nikah dövründə ödənilmiş pul ər-arvad arasında yarı-yarı bölünə bilər. Yəni ər arvaddan və yaxud da arvad ərdən bu pulu tələb edə bilər. Diqqətiniz üçün təşəkkür edirəm.